Azərbaycan çempionatının 18-ci turunun ən vacib oyunu. Ağır Liverpool səfərindən yenicə dönmüş Qarabağ Azərbaycan çempionatında 3-cü yerə yüksəlmiş Turana qarşı. Siz kanalımıza abunə olun, biz isə bu oyunun taktiki analizinə keçək. İlk öncə onu qeyd edək ki, yanvarın əvvəlindən bu yana Qarabağın ağır oyunlar sikli davam edir. Çünki komanda son 10 gündə 2 dəfə Çempionlar Liqasında inanılmaz enerji sərfiyyatı aparan 2 maçda oynayıb. Ondan əlavə komanda ölkə çempionatında Kəpəzə gözlənilmədən amma layiqli şəkildə məğlub olub və biz də bunun səbəblərinin haqqında da bu oyun analizində danışacağıq. Digər tərəfdən isə mövsüm bərpa olunandan sonra çox uğurlu ikinci dövrəyə debüt etmiş bir Turan var, hansı ki bir turnirdə iştirak etdiyinə görə kifayət qədər enerjilidir. Gəlin əvvəlcə vaxt uzatmadan Qarabağın və Turanın mümkün taktiki formasiyalarına baxaq. Əlbəttə ki Qarabağ 4-2-3-1 taktikası ilə oynayır. Qarabağ bundan əvvəlki turda gözlənilmədən öz evində Kəpəzə məğlub oldu. Əslində bu Qarabağla bağlı daha bir fundamental problemi çılpaqlığı ilə üzə qoyur. O da nədən ibarətdir ki, komanda son 12 ildə 11 dəfə Azərbaycan çempionu olub. Yəni ölkə futbolunun birmənalı Bavariya Müncheni hegemonudur. Amma bu müddət ərzində Qarabağın Azərbaycan çempionatında və Avropada eyni zamanda oynaya biləcəyi bir 16-18 nəfərdən ibarət kifayət qədər keyfiyyətli heyəti yoxdur ki, komanda Azərbaycan çempionatında xüsusilə də outsiderlərlə maçda öz problemlərini rahat şəkildə həll edə bilsin. Çünki Kəpəzə olan məğlubiyyət bir tərəfdən sensasiya olsa da digər tərəfdən təsadüf deyil. Azərbaycan çempionatının biz təbəqələşməsindən danışanda bildirmişdik ki, yaşamaq uğrunda mübarizəni Kəpəz, Qəbələ və Karvan aparır və Qarabağ bu komandalarla bütün görüşlərdə çox böyük çətinliklər çəkib. Xatırladaq ki, elə birinci dövrənin son oyununda dekabrda Qəbələni Qarabağ böyük çətinliklərlə məğlub etmişdi. Bir tərəfdən deyə bilərsiniz ki, həm oyunda, həm Kəpəzlə oyunda Buntiçin kobud səhvləri var idi, hansından ki komanda qol buraxdı. Amma digər tərəfdən qol buraxmaq öz yerində komandanın buna verdiyi reaksiya da qənaətbəxş deyildi. Qarabağ normalda Azərbaycan çempionatında XG-yə görə və ümumiyyətlə statistikaya görə ortalama 2-nin üstündə qol vurur oyun başına və əlbəttə ki, öz statistikanı bu oyunlarda düzəltməlidir. Amma Qarabağ Azər Bağırovun Kəpəzdəki ilk oyununda Kəpəzi güclə 1-0 hesabı ilə məğlub etdi. Karvan üzərində çətin 2-0'lıq qələbə qazanıb. Qəbələni 2-1 məğlub edəndən sonra isə Kəpəzə öz evində quru hesabla məğlub olub və bir tərəfdən Liverpool'la da maçın 6-0 hesabı ilə darmadağınla bitməsi Turan üçün mükəmməl bir fürsətdir ki, Qarabağla müsbət nəticə əldə edərək minimum olaraq 3-cü yerdəki mövqeyini möhkəmləndirsin. Maksimum olaraqsa Qarabağla müsbət nəticəni 3 xal əldə etdiyi təqdirdə itirilmiş xallara görə hətta Qarabağı haqlasın. Və biz izah etməyə çalışacağıq ki, müəyyən ssenarilərdə bu mümkün ola bilər. Həmin o Liverpool oyunundan sonra Qarabağın heyətində bir neçə rotasiya mümkün ola bilər, amma Kəpəzlə oyundan çox Liverpool'la oyuna çıxan heyətin yaxın bir heyət, buna oxşar bir heyət bu maçda da meydana çıxacaq. Çünki Qarabağ artıq sabahdan 4 xal geridir. Bir tərəfdən Qarabağın gücünü, dominasiyasını nəzərə alsaq bu fatal deyil. Digər tərəfdən nəzərə alsaq ki, Qarabağı Çempionlar Liqası play-off mərhələsində fevralın ikinci hissəsində olduqca ağır maçlar gözləyir. Üstəlik fevralın əvvəlində və martın əvvəlində, yəni play-offdan həmən sonra Qarabağ Azərbaycan ölkə kubokunda 2 çətin oyun gözləyir. Yəni komandanın qrafiki çox doludur və Qurban Qurbanov çox məharətli rotasiya ilə müsbət nəticələr əldə etməlidir. Ona görə də Qarabağda bizim gözləyə biləcəyimiz rotasiyalar harda ola bilər? İlk öncə bizim fikrimizcə sağ cinahda bəlkə Dani Bolt oynaya bilər. Yarım müdafiənin mərkəzində biz hər hansı bir dəyişiklik gözləmirik. Bəlkə Kouakou oynadı, o da dəqiq bilinmir. Amma əlbəttə ki, çox güman ki, Zubirin yerinə Emanuel Addayi girə bilər və ya Qarabağın orta sahəsində Yankovic ilə Montiel'in birin əvəzinə 10 nömrə mövqeyində Zubir də oynaya bilər. Bununla yanaşı hücum xəttində də əgər Kamilo Duranın yüngül zədəsi və ya yorğunluğu varsa, hansında ki əzələsi gərək onu istirahət etsin, bu zamanda Nəriman Axundzadənin hücumun sivri ucunda yer alması istisna olunmur. Turanda isə format bir tərəfdən çox bəllidir, digər tərəfdən isə çox maraqlıdır. Çünki Turan ikinci dövrənin başlanğıcında Sumqayıtla 3-5-2 taktikasından istifadə etdi. Biz Qarabağla bu taktikanın 5-3-2-yə düşəcəyini gözləyirik. Çünki Turanın ilk məqsədi Qarabağı neytrallaşdırmaqdır, Qarabağın hücum gücünü minimallaşdırmaqdır. Turan heyətinə nəzər saldıqda əlbəttə ki, müdafiə xəttinin ortası olduğu kimi Hakman, Hurtado və Millerdən ibarət olacaq. Ən böyük dəyişiklik komandanın bu mövsüm ən uğurlu transferlərindən biri olan sağ cinah, belə deyək, lateral əsi və ya sağ cinah müdafiəçisi olan
Jorge Silva'nın cəzalı duruma düşməsidir. Biz gözləyirik ki, komandanın universal oyuncusu olan Faiq Hacıyev, hansı ki, həm sağ cinah mərkəz müdafiəçisi, həm sol cinah müdafiəçisi oynaya bilir. Bu maçda Silvanı əvəz edə bilər. O biri tərəfdən isə çox güman ki, əgər Faiq Hacıyev bu cinahda oynayırsa, o biri cinahda Henrique Silva oynayacaq. Turanın ən vacib və məncə də maçın bir növ açar məqamı komandaların orta sahə uğrunda olan mübarizəsi olacaq. Burada Qurban Berdiyevin taktiki gedişləri və ümumiyyətlə personal gedişləri hər şeyi həll edəcək. Əlbəttə ki, komandanın talismanlarından biri, mövsümün ən yaxşı oyuncularından biri Serrano, İngilizcə buna deep lying playmaker, yəni alt nömrə mövqeyində oynayan playmaker, hardasa Yankovicin bir qədər müdafiədən, arxadan oynayan bir növ Andrea Pirlo versiyasıdır. Onunla yanaşı yəqin ki, ona kömək olaraq Olabi oynaya bilər. Onların önündə Ozobiç oynaya bilər və eyni zamanda Turanın pressing maşını olan Rəhim Sadıqov da bir qədər irəlidə oynaya bilər. Əlbəttə ki, hücumun ikili və ya birli olacaq, onu da müəyyən etmək lazımdır. Biz ehtimal edirik ki, əgər zədəsi olmasa, Jo Batista əsas heyətdə olmalıdır. Onunla yanaşı İbrahim Vacı oynaya bilər. Əgər Vacı Qurban Berdiyev tərəfindən həddən artıq riskli hücum opsiyası kimi görünərsə, Ayxan oynaya bilər. Çünki Ayxan həm lazım olanda ikinci hücumçu mövqeyində oynayır, amma eyni zamanda topsuz komanda oynayanda ortaya düşərək komandanın ortada say azlığında tutulmasının qarşısını alır. Gəlin başa düşməyə çalışaq ki, Turan necə qollarını vura bilər və necə qollarını vurur. Bizim geniş Azərbaycan çempionatıyla bağlı etdiyimiz videoda biz bildirirdik ki, Turan hardasa 14 yarımlıq XG ilə 19 qol vurub, lakin ikinci hissəyə komanda çox uğurla başladı. Amma Turan eyni elementlərdən istifadə etməklə, yəni komandanın qol vurma metodları nədir? Bunlardan biri əlbəttə ki, standart vəziyyətlərdən maksimal istifadə etməkdir və bu əslində Qarabağın da Turandan öyrənəcəyi bir elementdir. Çünki hazırda dünya futboluna dəbi diktə edən İngiltərə futbolunda da outlardan, standartlardan vurulan qollar önəmini artırmağa başlayır və eyni məsələ Turanda da baş verir. Baxın, Sumqayıta vurulan birinci qol məhz uzun out atışından sonra hücumun ikinci dalğasında vurulmuşdu. Amma eyni zamanda buna analoji qolu Turan Tovuz stadionuna qayıtdıqdan sonra keçirdiyi ilk maçda Şamaxıya ikinci qolu Jounun simasında belə vurmuşdu. Paralel olaraq əlbəttə ki, biz meydanın ortasında olan mübarizəni boş-boşuna demədik. Çünki əgər Qarabağda Yankovic kimi möhtəşəm bir beyin varsa, hansının ki, futbol intellektini biz sevirik, eyni şəkildə Turanda Serrano var. Gəlin Sumqayıtla ikinci qolun təkrarına baxaq. Bu qolda əslində Serrano'nun nə qədər mükəmməl düşüncəyə malik olduğunu görürük. Nə baş verir burada? Turan topu pressing maşını olan Rəhim Sadıqovun sayəsində rəqibdən alır və rəqibi hələ müdafiəyə keçməmiş tutmağa çalışır. Bir tərəfdən baxdıqda rəqibin müdafiə dördüyü yerindədir, amma baxsaz diqqətlə görürük ki, sol cinah müdafiəçisi cinahda qalıb, sol cinah mərkəz müdafiəçisi artıq cərimə meydançasına yıxılıb. Yəni 1-2 saniyədən sonra komanda kompakt olaraq cərimə meydançasına yığışacaq. Amma bu baş verməmiş, bir tərəfdən Rəhim çox gözəl şəkildə o boşluğu görərək o boşluğa çıxır və əlbəttə ki, o boşluğu ayağında top olan Serrano da görərək ora pası verir və Rəhim də çox effektiv şəkildə vəziyyəti maksimum dəyərləndirir. Rəhimin özündən danışdıqda əlbəttə ki, Rəhim məsələn baxın, həmin o ikinci qol epizodunda pressinglə topu rəqibindən aldı, lakin digər epizodda da çox effektiv şəkildə Turanın daima işləməyən, yəni bu Qurban Berdiyevin əsas fəndi deyil, amma Turan ara sıra xüsusilə meydanın ortasında pressingi işə salır və bu pressingin bir növ maşını Rəhim Sadıqovdur. Adam çox düzgün şəkildə, düzgün vaxtda pressingə qoşulur və fürsətlərindən maksimum istifadə edir. Digər epizod isə İbrahim Vaccanın təkbətəkə çıxıb, amma dəyərləndirə bilmədiyi epizod. Orada da baxdığımızda çox sadə epizodda Sumqayıtın müdafiəçisi topla bir qədər uzun şəkildə, məqsədçi şəkildə gedir və səhv pasa bir növ Turan futbolçuları pusku qururlar. Amma Vacci təkbətək çıxsa da bu epizoddan yararlana bilmir. Serrano nə qədər fundamental oyuncu olduğunu, məsələn, onun bu pas xəritəsi göstərir. Mavi ilə göstərən oxlar əslində pasların hara getdiyini göstərir və bildiyimiz kimi komandanın adətən əgər central penetration, yəni mərkəzdən rəqibin müdafiə zonasına girməyi komandaya daha çox qol vurma opsiyası yaradır və ona görə də daima yaxşı müdafiə olunan rəqib səni məcbur edir ki, cinahlardan hücum edəsən ki, harda ki sənin effektivliyin olmur. Turanda bu central penetration'ı təmin edən oyuncu əlbəttə ki, bir mənalı şəkildə Serrano'dur və pas xəritəsindən də görürük ki, Serrano çox effektiv şəkildə bu işin öhdəsindən gəlir. Daha bir vacib element Qurban Berdiyevin Qarabağlı olan birinci dövrədəki oyundan düzgün nəticə çıxararaq Ozobiç istifadə etməyidir. Çünki Ozobiçin kifayət qədər yaşı var. Adam fiziki cəhətdən o qədər də çatdırmır. Nəzərə alsaq ki, Qarabağlı oyunda Turan daha çox topun dalınca düşəcək bir komanda olacaq, daha az topla oynayacaq. Bu deməkdir ki, Turan fiziki cəhətdən daha çox enerji sərf edib, daha çox yorulacaq
və xatırladaq ki, birinci dövrənin oyununda Ozoviç 74 dəqiqə meydanda oldu. Baxmayaraq ki, son 15 dəqiqədə, yəni hiss olunurdu ki, hardasa 60-cı dəqiqənin əvvəlində onu çox rahat şəkildə əvəz edib meydanın ortasında bir növ Turana enerji qatmaq olardı. Amma Qurbanberdiyev bunu etmədi. Lakin əminik ki, bu maçda bunu edəcək. Çünki Ozoviç bir tərəfdən öz intellektinə, verdiyi qərarlar, pas dəqiqliyinə görə, hardasa adamın pas dəqiqliyi 87% üzərindədir. Çox vacib oyunçudur. Amma Turana Ozoviçin sehri ilə yanaşı ondan daha çox ortada enerji lazımdır və ona görə də biz ümid edirik ki, bu maçda Qurbanberdiyev Ozoviçi hardasa oyunun 60-cı dəqiqələrinə qədər meydanda saxlayıb, sonra onu hesaba uyğun olaraq lazım olan oyunçu ilə dəyişəcək. Digər tərəfdən Turanla Qarabağı nə birləşdirir? Turanın öz qapısına buraxdığı bir-iki epizoddan nümunə götürərək komandanın nə etməli olduğunu və nəyə görə ortada Qarabağı bir qədər pressingə məruz qoymalı olduğunu göstərmək istəyirik. 2 epizoda baxaq və hər 2 epizodda rəqib təhlükə yaradır Turanın qapısında. Bunlardan biri Sumqayıtla son maçdandır. Baxın, gördüyümüz kimi Turanın oyunçuları ki, Sumqayıtın meydan ortasında olan oyunçusuna təzyiq etmirlər. Həmin oyunçunun kifayət qədər vaxtı var ki, təhlükəli pas kanalını seçsin və nə qədər Turan ikili müdafiə səthi ilə müdafiə olunursa olsun, əgər sən ayağında top olan oyuncuya imkan verirsən ki, bir neçə saniyə düşünsün və pas kanalını seçsin, o daima açılan futbolçuya təhlükəli pas atacaq və bununla da sənin bir növ müdafiə xəttini darmadağın edəcək. İkinci belə bir misal isə Sabahla oyundandır. Həmin maçda belə bir epizoddan yenə də Turanın futbolçularının Sabahın meydan ortasındakı oyuncularına təzyiq etməməyi sayəsində xəttkəsici pas imkanı yaranır. Düzdür, Turanın burada bəxti gətirir ki, Mikas oyundan kənar vəziyyətdə olduğuna görə bu qol sayılmır. Amma yenə də eyni trend təkrar olunur. Biz bu trend haqqında Qarabağ Atletik oyununu analiz edərkən kifayət qədər geniş şəkildə danışmışıq. Əgər istəyirsinizsə sizin yaddaşlarınızı yeniləmək üçün gəlin həmin bir epizoda baxaq. Burada Xareyquzar Qürzətlə təkbətəkə çıxaran bir pas atacaq. Burada da Xareyquzarın bu qədər rahat şəkildə gözəl pas atmağın əsas səbəbi ondan ibarət idi ki, rəqib futbolçu, yəni Qarabağın futbolçuları ortada ona kifayət qədər man-markinglə, yəni birə-bir tutub onu pressingə məruz qoymurlar və adamın kifayət qədər vaxtı var ki, peşəkarlığı ilə, ustalıq dərəcəsi ilə belə bir pası versin Qürzətə və Qürzət hesabı bərabərləşdirsin. Analoji ssenarilərdən də Turan dəfələrlə cəzalandırılır. Ona görə Qurbanberdiyevin meydanın ortasında Qarabağın orta sahə oyunçularına qarşı tətbiq edəcəyi pressing də çox maraqlıdır. Çünki Turan yenə də ikili müdafiə xətti, hətta 5-4-1 ilə müdafiə olunsa, əgər o dördlü müdafiə xətti Qarabağın orta sahə və hücum oyunçularına man-markinglə, yəni birə-bir adama adam tutub pressing etməsələr, onda Qarabağ Turanın başını çox ciddi şəkildə ağrıda bilər. Necə ki, ilk dövrənin oyununda hesabda geri düşməsinə baxmayaraq rahat şəkildə ikinci hissə 2 qol vuraraq maçı öz xeyrinə bitirə bilmişdi. Və sonda əlbəttə ki, 2 element bir-birində birləşə bilər. Qarabağ bundan çox yaxşı istifadə edir. Bildiyimiz kimi Qarabağın ən böyük özəlliklərindən biri cinah yüklənmələridir. Yəni ki, Qarabağ bilərəkdən hər hansı bir cinah yükləyir ki, həmin cinahda ya rəqiblə say bərabərliyində olsun, ya da ki, rəqibi say üstünlüyündə yaxalasın və bunu tutarsa əlbəttə ki, Qarabağın oyunçularının ustalıq səviyyəsi ilə komandanın rəqibi cəzalandırmaq ehtimalı daha da böyüyür. Bunu Sumqayıt şəkildə demək olar ki, uğurla bir dəfə etdi. Baxın bu epizoda. Burada həm biz dediyimiz kimi Turanın futbolçularının heç biri Sumqayıtın oyunçusunu pressingə məruz qoymur. Digər tərəfdən isə Sumqayıt hesabda artıq geridə olduğundan, oyunun sonları olduğundan riskə ataraq 3 oyunçusunu Turanın gəlmə meydançası həndəvərinə göndərir və burada sağ cinah müdafiəçisi olan Faiq Hacıyev vaxtında öz mövqeyinə çata bilmədiyindən 3-3 yaranır və əlbəttə ki 3-3 müdafiə üçün ölüm hökmüdür və az qala Turan qapısından qol buraxır. Sadəcə bəxti gətirir ki, bu epizodda top qapı dirəyinə dəyir. Siz necə düşünürsünüz? Bütün gücünü bu oyuna toplamış Turan yorğun Qarabağdan xal və ya xallar ala biləcəkmi? Fikirlərinizi şərhlər bölməsində bildirməyi unutmayın. Videonu bəyəndinizsə like düyməsini sıxıb kanalımıza abunə olun ki, biz Azərbaycan çempionatının oyunlarını analiz etməkdə davam edək.